Salam izləyicilər, biz bugün Azərbaycan dili 9 illik xilas edilən Kimdir mətninə baxırıq. Hollandiyalı kiçik bir balıqçı kəndi var idi. Bu, kəndin az qala bütün sakinləri balıqçılıqla məşğul olduğundan qəza halları üçün xüsusi könüllülər komandası yaradılmışdı. Bir gecə qəfildən güclü külək qalxır, çox keçmir ki, ildırım çaxır, göy guruldayırdı. Dənizdə elə bir fırtına baş verir ki, vaxtında evə qayıda bilməyən balıqçı qayıqların birinə çevirir. Qayıq suya batır və balıqçılar həmkərlərinə xüsusi aparat vasitəsilə SOS siqnalı göndərirlər. Xilasedicilərin kapitanı həyəcan siqnalı verir və kənd sakinləri mərkəzi meydançaya toplaşırlar. Kapitan yüksək səslə deyir: "Hər kəs çətin sınağa hazır olsun." Komanda qayığı suya salır və qayıq dənizin qaranlığına tərəf üz tutur. Sakinlər əllərində fənər gözləyirlər. Bir saatdan sonra qayıq qaranlıqla görünür. Sevinən kəndlilər xilasedicilərə qarşılaşmağa qaçırlar. Qayıqdan çıxan yorğun xilasedicilər və balıqçılar halsız vəziyyətdə sahildəcə yerə uzanırlar. Kapitan bilir ki, bir balıqçını kiçik adada qoyublar. Çünki daha bir nəfəri qayığa götürsəydilər, qayıq çevirə bilərdi. O dənizdə qalan balıqçını xilas etmək üçün yeni könüllülər istəyir. Bu an 16 yaşlı Hans qətiyyətlə irəli çıxır. Anası onun əlini dartıb yalvarmağa başlayır. "Oğlum, getmə. Neçə gündür böyük qardaşım Paul dənizdə itib. Hans, mənə təkcə sən qalmısan." Gənc isə qətiyyətlə etiraz edir. "Getməliyəm, ana. Hamı desə ki, gedə bilmərəm, başqasını göndərin. Onda nə olar? Bu dəfə də mən borcumu yerinə yetirməliyəm." Hans anasını öpür, qayığa oturub gecənin qaranlığına yox olur. Bir saat keçir. Bu bir saat anaya birdən qayıq qatı dumandan çıxır. Hans qayığın burnunda dayanmışdı. Kapitan əlini ağzına tutub qışqırır: "Sonuncu balıqçını tapdınız." Sevincini gizlədə bilməyən Hans cavab verir: "Hə, bizimlədir. Anama deyin ki, qardaşım Paulu tapmışıq." İndi isə suallara baxırıq. Deyir, mətndə üzərində rəqəm yazılmış hansı ifadələr məcazi mənadadır? Elə bir fırtına baş verir. Bu məcazidir. İkincisinə baxırıq. Meydançaya toplaşırlar. Xeyr, bu həqiqidir. Qaranlıqda görünür. Bu da həqiqidir. Paul dənizdə itib. Bu da həqiqidir. Sonra qayığın burnu, xeyr, bu məcazidir. Cavab D variantı. Mətndə hansı suala cavab tapmaq mümkündür? Kapitan niyə əlavə könüllülər axtarırdı? İtmiş dənizçilər tapmaq üçün buna cavab var. Kənd əhalisi tutduğu balığı hansı məqsədlə istifadə edirdi? Xeyr, buna cavab yoxdur. Ona görə 2 olan variantlar səhvdir. B və D variantı səhvdir. Xilasedicilər sonuncu balıqçını niyə adada saxladılar? Burada deyir ki, əgər bir balıqçı da gəlsə, qayıq çevrilə bilər. Ona görə 3-ə də cavab tapmaq mümkündür. 1, 3 A variantı. 193-də isə mətndə tünd qara hərflərlə verilmiş sözün mətndəki mənasını müəyyən edin. Qayıqlarının evə qayıda bilməyən balıqçı qayıqlardan birini çevirir, əks yola gedir. Xeyr, başqa görünüş verir. Xeyr, geri qaytarır. Xeyr, başı aşağı döndər. Bəli, cavab D variantı. 194-də isə deyir, mətnə aid plan bəndlərin ardıcıllığını müəyyən edin. Könüllü axtarış, 2 qat sevinc, ilk xilasedici qayığın yola salınması, dənizdə fırtına, qəzaya uğrayan qayıq. Burada birinci dənizdə fırtına baş verib, sonra qəzaya uğrayan qayıq, sonra
İlk xilasedici qayığın yola salınması olur. Sonra könüllü axtarış, ən sonunda da 2 qat sevinç. Bu da B variantına uyğun gəlir. 195-də isə deyir, yanlış fikirləri müəyyən edin. Hansı fədakarlıq göstərir? Bəli, qardaşı xilas etmək üçün təhlükəyə atılır. Burada xeyr, bu səhvdir. O qardaşını axtarmağa getmir. Digər qayıqçını da axtarmaq üçün həmçinin gedir. 3-də isə yalnız öz ailəsini düşünmür. Bəli, bu doğrudur. Xüsusi könüllülər komandasının üzvü idi. Xeyr, üzvü değildi, sonradan qoşuldu. Ona görə 4-də səhvdir. 2-4. 5-də isə dənizdə yenicə qayıtmasına baxmayaraq adadakı balıqçı xilas etmək üçün dənizə qayıdır. Xeyr, bu da səhvdir. Cavab 2, 4, 5 B variantı. 196-da isə hansı atalar sözləri hansı aid etmək olar? Təmansız yaxşılıq insanı özünə qayıdır. Bəli, bu etmək olar. Yaxşılıq elə, minnət qoyma, bu xeyir. Kimə yaxşılıq elədin, özünü ondan qoru. Xeyr, bu da olmaz. Qızıl yerdə qalmaz. Yaxşılıq yolda. 1, 4 A variantı uyğun gəlir. Neçənci abzasda Hansın rastlaşdığı təsadüfi hadisəni müəyyən etmək olar. 2-ci abzasda xeyir, 8-ci abzasda sevinci gizlədə bilməyən Hans cavab verir. Hə, bizimdir, anama deyin, qardaşımın Paulu tapmışıq. Bəli, 8 olur. Mətndə nöqtələrin yerinə uyğun olmayan fikri müəyyən edin. 1 saat keçir. Bu 1 saat anaya əbədiyyət qədər uzun görünür. Bəli. 1 il kimi gəlir. Bəli, ola bilər. Sonu olmayan qaranlıq təsiri başlayır. Bu da ola bilər. Xoşbəxtlik bəxş edir. Xeyr, bu tamamilə səhvdir. 199-da isə açıq sualdır. Kənddə təhlükəsizlik tədbirlərinin səviyyəsi yaxşı idi. Faktları biz deyəcək. Faktlar da məsələn könüllü xilasedici dəstəsi var idi. Sonra kəndlərin qayıq və başqa avadanlıqları var idi. Bunları misal göstərə bilərik. 200-cü sualda isə deyir, Hans qayıqla dənizə gedir. Buna biz dənizdə bir nəfər köməksiz qalmışdı. Səbəb köməksiz qalmışdı, ona görə gedir. Bir də xilasedici işlərini yekunlaşdıra bilmədi. Bu da səbəb ola bilər.